Hoş gördük aziz izleyiciler. Gördüğünüz bu arazi Cəlilabad rayonu Məlikquliyev küçəsidir. Problem burada odur ki, kanalizasiya sistemləri tutulur. Bu ufunət iyi gələn bu sular, bu həyət bacaları basıb, xahiş edirəm çəkin. Çək oraları. Deməli, həm həyət bacaya giriş olmur, həm də bu ufunət iyindən burada durmaq olmur. Vətəndaş çağırıb, Qədir Xudiyev bizi çağırıb ki, bizim vasitəylə müraciət eləsin ki, rayon rəhbərliyinə, bələdiyyəsinə, icra nümayəndəliyinə bu məsələni həll eləsinlər. Bu qardaşa bir təqdim edər. Məlikquliyev Qədir, Məlikquliyev sakini. İndi tələbim oldu, dəfələrlə biz də zəng eləmişik. Dünəndən 200 yerdə zəng eləmişik. Aidiyyət üzrə müraciət edir. Bəli, zəng eləmişik. Gəlib baxan da yoxdur burada. Bu qonşum o özü zəng deyib, da bu vaxtda evinə gedə bilmədi ki, da bu evdə yaşamır da. Bunun həyətinə qədər bu qurun sular gəlib. Qurun sularında birbaşa kanalizasiya suyuydu. Burada iyidən dayanmaq olmur. Daha bir daha gel buraya, yaxına gel. Bak burada da bizim baba bizim ev. Buradan da bizim eve sızıb gelir. Bak burada görmezler. Bak burada dayanmaq olmur bir iyidən. İyidən dayanmaq görürsünüz de o özü bırakır. Sular buranı basır. Hani az da bir yazandan biraz da soğaladan burada. Hiç yere gelmeye çıkıyor, ondan buranı bastı. Daha. Bu da benim gelmiştim. Buradan bir tane yerden orada kanalizasyada basır çıkır yukarı, oradan Orada. o merkez yerden, mesela. O da orada da hiç yerden gelmez. Anladın bu zonanı basıp yedir, mahvolup yedir burada. Mən də aidiyyət üzrə xahiş edirəm ki, bu məsələni həll edin ki, burada gördüyünüz kimi sıx evlər yaşayır. Bildiğiniz Ben uzun bir kimi şehit ailesiyim. Qədir Xudiyev, Şükür Xudiyevin həmisidir. Allah şəhidlərimizi rəhmət eləsin. Çox sağ olun, məsələ diqqətimizdədir. Düzələcəksə gelib o cürdə çəkəcək, işıqlandıracaq. Sağ olun.